Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Sizə Şüvalanda 4,5 sotun içərisində inşa olmuş 160 kvadrat 370 min manata bu gözəlliyi təqdim eləməyə başlayıram. Şüvalan gözəl bir ərazidə, havası gözəl bir ərazidə yerləşir. Həyətdə nə var? İkintidə nələr istifadə olunub? Avtomatik olaraq ümumi girişdə pultla təchiz olunmuş darvazası qollarla açılır. Piyada keçid qapısıdır. Sağ tərəfdə söhbətgahdır, yanları açıqdır. Gələcəyinə kim istəsə yanlarını bağlı edə bilər. Həmən söhbətgahın altında hovuzun su anbarı, bir də ki, həyətin ümumi su anbarı yerləşir. Motorxana da orada yerləşir. Yaşıllığı maşallah 4,5 sota baxmayaraq, ev sahibi bunu tikən insan yaşıllığa çox yer verib, çox da qəşəng görünür. Həyətə 2 maşınlı parking sahəsi buraxıb, qalan üstünlüyü verib yaşıllığa, landşafta. Burada hovuzdur, 3 metrənin 6 metrəyə olan filtrli hovuzdur. Yenə də burada hovuzla üzbəüz, mətbəxlə üzbəüz yaşıllıq. Evin hər tərəfinə fırlanmaq olur, keçmək olur. Ev yerdən 3 daş hündürlüyündə inşa olunub. Qiymət söylədim sizə, bir daha söyləyirəm, 370 min manatdır, paket kupçadır. Qazı da var, suyu da var, işığı da var. Çox gözəl evdir. Daxili də qəşəngdir, çox zövqlü təmir olunub. Qiymətdə endirim olunacaq inşallah. Bütün evlərin qiymətində endirim eləyirlər ev sahibləri. Müştəri real olanda, inanın Allaha, ev sahiblərinə yola gedirlər. Siz qiymətləri eşidirsiniz, hamı da deyir ki, çoxdur, çox. Bazara uyğun olaraq evlərin hamısına qiymət qoyulur. Amma gəlib, inşallah, evi bəyəndə ev sahibi endirim edir. Biz də kömək edirik. Buyurun, keçək evin daxilinə. Yataq otağına baxırdım. Evin içərisi çox qəşəngdir, çox gözəldir. Gəlin siz də baxın. Elvin, gəl. Müştərilərimiz də, izləyicilərimiz də baxsın. Buyurun. Hündür tavan, göz oxşayan rənglər, gözəl təmir. Evin daxilində mətbəx otağı, qonaq otağı, 3 yataq otağı yerləşir. Birinci başlayaq biz mətbəx otağından. Mətbəx otağının daxilində çamaşırxana yerləşir. Mətbəx otağı ilə üzbəüz qonaq otağı. 160 kvadrat. 370 min start qiymət. Qaz, su, işıq, hamısı daimi. Şüvalanın hündür ərazisi gözəl bir ərazidir. Divarın içərisində belə bir dolablar yığılıb. Burada da rəflər var. Gözəl buraları qoyulub. Birinci yataq otağı. Yataq otağının daxilində həm kiçik də olsa qardirob otağı, həm də sanitar qovşağı mövcuddur. Üzbəüz ikinci yataq otağı. Lap başda evin daxilində yerləşən ümumi sanitar qovşağı. Bu da üçüncü, sonuncu yataq otağı. Təşəkkür edirəm sizə. Bizi izlədiyi üçün. Biz izləməyə davam edin. Ev almaq istəsiniz, bağ almaq istəsiniz. Vaxtınız olsa bizi seçsiniz, bizə zəng eləyin, görüşək.
sizə bağları, evləri hamısını təqdim edeyim. Təşəkkür edirəm. İnşallah görüşmək ümidi ilə sizinlə ayrılıram.